Əziz şagirdlər, bugün oxşarlıq homotetiya mövzusunun izahını verəcəm. Ümumiyyətlə, oxşarlıq, hərəkət, simmetrik çevrilmələr nədir? Gəlin başlayaq bundan. Oxşarlıq çevrilməsi nədir? Məsələn, müstəvinin özünə çevrilməsində istənilən iki nöqtənin arasındakı məsafə eyni ədəd dəfə dəyişərsə, belə çevrilməyə oxşarlıq çevrilməsi deyilir. Oxşarlıq çevrilməsinə aid bir nümunə verək. Oxşarlıq çevrilməsində tutaq ki, baxın. Bu nə deməkdir? Tutaq ki, bu nə deməkdir? Bu bir ABC üçbucağıdır. Buna oxşar, eyni ilə bunun belə deyək, daha kiçik ölçülü bir versiyası. Tutaq ki, var. Kiçik ölçülü bir versiyası. Necə olur? İndi mən bunu götürürəm, yenidən ölçüləndirib, daha kiçik bir, eyni ilə bu üçbucaqdan alıram. Eyni ilə bu üçbucaqdan alıram. Burada olur, tutaq ki, A1, B1, C1. A1, B1, C1. Heç bir, belə deyək, heç bir bucağı dəyişmirəm. Heç bir bucağı dəyişmədən. Bax, bunu bu şəkildə kiçildirəmsə, bu adlanır oxşarlıq. Bu adlanır homotetiya. Homotetiyada, məsələn, üçbucağın AB tərəfi K vurulsun. A1 B1-ə bərabərdir. BC tərəfi K vurulsun. B1 C1-ə bərabərdir. Və ya AC tərəfi K vurulsun. A1 C1-ə bərabərdir. Səbəb nədir? Səbəb odur ki, fiqurun biz bir tərəfini kiçildəndə, onun bütün, belə deyək də, hissələri kiçilir. Bütün hissələri kiçilir. Məsələn, biz bir insan böyüyəndə əlbəttə bir qolu balaca qalıb, digər böyümür ki, onun bütün, belə deyək, əlləri, qolları, yəni bütün ətrafları eyni qədər böyüyür kimi bunu düşünə bilərik. Bu adlanır oxşarlıq çevrilməsi. Oxşarlıq çevrilməsində həmin bizim bu K adlanır homotetiya əmsalı. Nə adlanır? Homotetiya əmsalı. Homotetiya əmsalı və ya oxşarlıq əmsalı iki cür ola bilər. Qoy yazaq. Homotetiya əmsalı. Homotetiya əmsalı. Əgər K-mız birdən böyükdürsə, məsələn, alınan fiqur, məsələn, K-mız tutaq ki, 2-dir. Məsələn, bu fiquru mən 2 dəfə böyütsəm, alınan fiqurun bütün tərəfləri bundan neçə dəfə böyük olacaq? Bu fiqurun bütün tərəfləri bundan 2 dəfə böyük olacaq. Yəni, bunu mən 2x qədər artırmış olacam. İkinci, K-mızın özü birdən kiçik, sıfırdan böyükdür. Birdən kiçik, sıfırdan böyükdür. Məsələn, K-mız 2-də 1-dir. Alınan fiqur, əvvəlki fiqurdan belə deyək, 2-də 1 qədər nədir? Kiçikdir. Yəni, yarısıdır. Onun yarısına bərabərdir. Tutaq ki, eyni ilə bu fiqurun bir yarısını çəkmiş olacam. Burada onun bir yarısını çəkmiş olacam. Bu belə. Yəni, bu üçbucaq, məsələn, burada desəm ki, 2-dir, onda bunun tərəfi 1 olmalıdır. Desəm ki, 4-dür, bura 2 olmalıdır. Bu şəkildə bir bənzəmə olacaq. Məsələn, üçüncüdə K bərabərdir 1-ə. Burada artıq homotetik əmsal 1-dir deyə alınan fiqurlar kongruent, yəni bərabər fiqurlar olacaq. Bərabər fiqurlar olacaq. Bu da bu şəkildə. Aha, indi biz baxırıq nəyə? Homotetik əmsalla bağlı məsələn, bir neçə nümunə deyək. Əslində nümunələri dedik. Tutaq ki, deyirəm ki, bu üçbucağın tərəfləri, məsələn, 3, 5, 6-dır. Deyirəm ki, homotetik əmsalı K-sı tutaq ki, 3 olan bir oxşarlıq çevrilməsi baş verir. Onda baxın, AB-yə uyğun A1, B1 nə qədər artacaq? 3 idi, əmsal da 3 isə bura olacaq 9. 6 da olacaq nə qədər? 18, 5 də olacaq nə qədər?
15. 5 də olacaq 15. Bu artıq adlanacaq bizim nəyimiz? Homotetiyamız. Bu oldu homotetiya. İndi keçirəm nəyə? Oxşarlıq. Oxşarlıq əsasən bizə lazımdır üçbucaqda. Üçbucaqların oxşarlığı. Gəl baxaq. Bu arada bütün fiqurlar oxşar ola bilir. Kvadrat da, dairə də, nə bilim, və ya çoxüzlülər də hər biri oxşar ola bilir. Baxıram, birinci başlayıram üçbucaqdan. Üçbucaqların oxşarlığının birinci əlaməti. Birinci əlaməti. Oxşarlığın birinci əlaməti budur ki, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına bərabərdirsə, onda həmin üçbucaqlar bərabər üçbucaqlardır. Həmin üçbucaqlar bərabər üçbucaqlardır. Məsələn, deyirəm, çəkirəm belə bir fiqur və buna oxşar bir dənə də belə bir fiqur çəkirəm, tutaq ki, oxşamaya da bilər. Siz qəbul edin ki, oxşuyur. Deyirəm ki, məsələn, bura 30 dərəcədir. Atıram bura 70 dərəcədir. Deyirəm ki, burada 30 dərəcədir, burada 70 dərəcədir. Bunun bucaqları artıq ikisi bərabərdirsə, avtomatik üçüncü bucaq da hər ikisində nə qədər olacaq? 80 dərəcə, 80 dərəcə. Bu o deməkdir ki, bu fiqur ilə oxşardır. Bu fiqur ilə oxşardır. Başa düşdünüzmü? İndi, müəllim, mütləq bu şəkildə mi olmalıdır? 70-dirsə burada 70-dir. Xeyr, olmaya da bilər. Məsələn, belə bir fiqur çəkirəm. Bu tərəfdə də tutaq ki, belə bir fiqur çəkirəm. Belə bir fiqur çəkirəm. Deyirəm ki, bura 80 dərəcədir. Bunda da bura 80 dərəcədir. Məsələn, deyirəm ki, bura 50 dərəcədir. Avtomatik bura nə qədər olmalıdır? Burada 50 dərəcə. Məsələn, deməyək ki, bura 50 dərəcədir. Deyək ki, bura 60 dərəcədir. Onda bura olacaq 40 dərəcə. İndi deyirəm ki, burada 60 dərəcədir. Burada 40 dərəcə. Yəni, vacib deyil ki, eyni ilə bu şəkildə eyni formada dayansınlar. Bu adlanır bucaqların birinci əlaməti. Yəni, bucaqlara görə olan əlamət. İkinci əlamət nədir? İkinci əlamət belədir ki, bir üçbucağın iki tərəfi uyğun olaraq digər üçbucağın iki tərəfi ilə mütənasib olub, bu tərəflər arasında qalan bucaq kongruent olarsa, onda bu üçbucaqlar oxşardır. Tutaq ki, çəkirəm belə bir üçbucaq. Çəkirəm belə bir üçbucaq. Məsələn, deyirəm ki, A-dır, B-dir, C-dir. Burada da çəkirəm belə bir üçbucaq. Deyirəm ki, A-dır, B-dir, C-dir. İndi gəl belə deyək. Bura A1 deyək, B1 deyək, C1 deyək. Mən görürəm ki, bu üçbucağın, məsələn, bu tərəfi, iki tərəfi mütənasibdir. Mütənasib nə deməkdir? Mütənasib o deməkdir ki, bu AB-yə uyğun olan tərəf A1, B1-dir də. Yəni, AB-nin A1, B1-ə nisbəti ona uyğun olan AC-dir, məsələn. AC-nin A1, C1 nisbətinə bərabərdir. Bir-birlərindən eyni qədər fərqlənirlər. Onda avtomatik mən deyə biləcəm ki, BC-nin də B1, C1-ə olan, belə deyək, nisbəti bərabərdir və bu da bərabərdir K homotetiya əmsalına. Həmçinin də bucaq. Bucaq onda mütləq eyni olmalıdır. Alfa, mütləq burada nə də olmalıdır? Alfa, eyni qədər olmalıdırlar. Bu halda mən deyirəm ki, artıq bunlar nədir? Oxşar üçbucaqlardır. Yazıram ki, üçbucaq ABC oxşardır. Üçbucaq A1, B1, C1. Başa düşdünüzmü? Bu da belə. Bu da bu şəkildə. Bu da oldu bunların oxşarlıq əlamətləri. İndi buna aid nümunələr də verəcəm. Üçüncü əlamət necədir? Üçüncü əlamət belədir. Üçüncü əlamətdə deyilir ki, bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfinə, belə deyək, mütənasibdirsə, onda bu üçbucaqlar oxşardır. Aydın məsələdir. Bu üçbucaqlar oxşardır. Bayaqkindən biz iki bucaq oxşar olanda, iki tərəf və onlar arasındakı bucaq oxşar olanda artıq tapa bilirdik ki, belə deyək,
mütləq ki, buna yaranan da necə olmalıdır? Ona bənzəyəndə də üçüncü tərəf də gedir oxşar olur. Bunu biz özümüz tapırdıq. İndi nə etməliyik? İndi yox, indi elə deyil. Qoy bir saniyə. Yenidən ölçüləndirək. Bu da belə. Oldu belə. İndi deyirəm ki, bura A-dır, B-dir, C-dir. Mənə indi bucaq verməyib. Deyirəm, bura A1-dir, B1-dir, C1-dir. Heç bir bucaqdan söhbət getmir. Bu TTT əlamətidir, tərəf əlaməti. AB-nin A1, B1-ə nisbəti, BC-nin B1, C1-ə nisbəti və AC-nin də A1, C1-ə nisbətində mən artıq deyirəm ki, bu üçbucaqlar, yəni bu üçbucaq ABC oxşardır üçbucaq A1, B1, C1-ə. Bu şəkildə bunu asanlıqla nə etmiş oluram? Asanlıqla bunu deyə bilirəm. Başa düşdünüzmü? Bu da belə. Bu oldu üçbucaqların oxşarlığının əlamətləri. İndi keçək nəyə? Oxşarlığın əlamətləri. Ben bir də əsas məsələ, bayaq dediyim kimi, oxşar üçbucaqlarda bütün bucaqlar mütləq şəkildə nə olmalıdır? Bərabər olmalıdır. Oxşar üçbucaqlarda yadda saxlayın. Oxşar üçbucaqlarda məsələn, üçbucağın birinə ABC desəm, digərinə də bir A1, B1, C1 desəm, yadda saxlayın. Onun tərəflərini məsələn A, B, C desəm, buna da A1, B1, C1 desəm, bunun tərəfləri nisbəti A-nın A1-ə nisbəti, B-nin B1-ə nisbəti, C-nin C1-ə nisbəti, C-nin C1-ə nisbəti. Bunu silək. Yoxsa bəzi müəllimlər gedib səhifəmizə OTK-ya şikayət edəcək. Gəlin baxaq. İndi keçirik nəyə? Bu da olacaq belə. Bu da olacaq K əmsalına bərabər. İndi mən nə deyirəm? Oxşar üçbucaqların medianları da, hündürlükləri də, tənbölənləri də, perimetrləri də, xaricilərinə və daxillərinə çəkilmiş çevrələrin radiusları da oxşardır. Yəni, onların da nisbəti mənə nə verir? Homotetiya əmsalını verir. Yəni, M1-in, M-in M1-ə nisbəti bərabərdir L-in L1-ə nisbətinə bərabərdir H-ın H1-ə nisbətinə bərabərdir R-in R1-ə nisbətinə bərabərdir kiçik radiusun digər kiçik radiusa nisbətinə, həmçinin perimetrlərində nisbəti bir-birinə bərabərdir və hər biri K homotetiya əmsalına bərabər olmalıdır. Bir C dənə sahələr nisbətində S-in S1-ə nisbəti K-nın kvadratını verir mənə. K-nın nəyini verir? K-nın kvadratını verir. İndi gəlin bir neçə nümunə göstərək. Deyirəm ki, indi bunu başa düşmədim axı müəllim. Nətər eləyək? Gəl nümunə göstərək. Deyirəm ki, 2 dənə oxşar üçbucaq var. 2 oxşar üçbucaq var. Qoyacaq. 2 oxşar üçbucağın sahələri %75 və 300'dür. 75 kvadrat santimetr və 300 kvadrat santimetrdir. Deyirəm ki, bunların tərəflər nisbətini tapın. Çox sadə. Birinci sahəsi S1 olsun 75. Digərinin sahəsi də S2 olsun nə? 300. Məndən tərəflər nisbətini istəyir. A1-in A2-yə nisbətini. Aha. Sahələr nisbəti tərəflər nisbətinin nəyi olurdu? Kvadratı olurdu. Bitdi, getdi. Başlayacağım bunu həll eləməyə. Onda belə olacaq. İxtisar eləyəcəm. 75 böl 300 bərabərdir A1-in böl A2-yə kvadratı. Buradan qalacaq 4. Neçə ixtisar aparaq?
75'ə. Buradan 1, buradan 4. Deməli, A1-in A2-yə nisbəti kvadratı 1/4-dürsə, onda A1-in A2-yə nisbətinin özü 1/2-dir. Bitdi, getdi. Bu da oldu mənim nəyim? Bu da oldu mənim tərəflərimin nisbəti. Artıq aydın məsələdir ki, mən bunların uyğun tərəflərini də nə etmiş oldum? Tapdım. Biri 4-dür. Belə deyək. Biri də nədir? Tərəflərin nisbəti. Biri məsələn 1K-dır, biri də 2K-dır. Yəni tərəflərin nisbəti bir-birindən 2 dəfə nədir? Çoxdur. Bu da belə. Bu da bu şəkildə. İndi başqa bir nümunə verək, oxşarlığa aid. Müəllimən oxşar olduğunu hardan görəcəm? Mən oxşarlıq qurmaqda çox çətinlik çəkirəm. Məsələn, çəkirəm belə bir üçbucaq. Vacib. Qoy yazaq, vacib yazmasaq bu hissələrə baxmırlar. Vacib. Tutaq ki, yazıram nə? Çəkirəm belə bir üçbucaq. A, B, C üçbucağı. A, B, C üçbucağı. Üçbucaq çəkmək deyəndə bitər olur, həyəcanlar. Aha. İndi bir də bunu çəkirəm buradan. Deyirəm ki, bura bir alfadır. Və buranı da vermişəm alfa. Bura A'dır, B'dir, C'dir. Bura M'dir, burada N'dir. Bu da belə. Mən bu üçbucaqların oxşar olduğunu nə etməliyəm? Sübut eləməliyəm. Birinci əlamət, bucaq-bucaq. Bura baxın. 2 dənə üçbucaq var. Biri böyük A, B, C, geri isə kiçik M, C, N'dir. Bura alfadırsa, deyirəm ki, bura bir qammadır. Və bu qamma, fikir verin, hər iki üçbucağın bucağıdır. Bu üçbucaqda da var, elə bu üçbucaqda da var. Ona görə də bu oldu bizim nəyimiz? Ortaq bucağımız. Onda aydın məsələdir ki, bir üçbucağın iki bucağı bərabərdirsə, onun üçüncü bucağı da nə olmalıdır? Bərabər. Yəni, bura bettadırsa, burada bir nədir? Bettadır. Oxşarlıq quranda həmişə kiçik üçbucaqdan başlayın. Artıq mən qeyd edə bilərəm ki, üçbucaq A, B, C oxşardır. Üçbucaq. İndi nə ilə başlayıram? Mən A ilə başladım. Nə olan təpədir? Alfanın olduğu təpə. İndi burada da alfanın olduğu təpəni yazıram. Hansıdır? M. İkincidə B, bettanın olduğu təpə. Burada nədir? N. Və C-də ortaq təpədir. Əgər mən bu ardıcıllığı doğru dürüst yazmışamsa, oxşarlığı belə qura bilərəm. AB-nin M-nə nisbəti. AB-nin M-nə nisbəti bərabərdir. Yazıram belə. BC-nin NC-yə nisbəti. BC-nin NC-yə nisbəti. Və AC-nin MC-yə nisbəti. AC-nin nəyə nisbəti? MC-yə nisbəti. Bu şəkildə artıq mən oxşarlığı nə etmiş oluram? Qurmuş oluram. Bitdi, getdi. Bu şəkildə bir oxşarlıq qurmuş oluram. Məsələn, indi deyirəm ki, bu oxşarlığı qurdum. Çox gözəl, çox pakizə. Keçək növbətiyə. İndi bura baxın. Oxşarlığı quranda, məsələn, deyirəm ki, məsələn, MC-miz 5-dir. MC-miz 5-dir. Aha. MN-imiz atıram 8-dir. Bunda da deyirəm ki, 12-dir. 12-dir. Gəl burada 1, 5 deməyək. Gəl nə deyək? Deməyək 5 deyək. 8, 12-dirsə 3-də 2 eləyir. Gəl elə bir şey quraq ki, 3-də 2 eləsin. Məsələn, deyirəm ki, 4-dür. Olsun 4. Lap yaxşı.
İndi artıq mən oxşarlıq yazanda mən sizə deyirəm ki, BC tərəfinin uzunluğunu tapın. BC-nin uzunluğunu tapın. Baxıram. Kiçik üçbucaqda bettanın qarşısında nə yazılıb? 4. 4. Düzdürmü? Kiçik üçbucaqda gəl ora deməyək də 4. Gəl ora deməyək 4. Gəl belə baxaq. Gəl belə baxaq. Deyirəm ki, bura bir 4-dür. Bura bir nədir? 4-dür. Mən BC-nin uzunluğunu istəyirəm. Baxıram ki, kiçik üçbucaqda adətən kiçik üçbucaqla başlamağınız daha tövsiyə olunandır. Kiçik üçbucaqda alfanın qarşısında nə dayanıb? 4. Böyük üçbucaqda alfanın qarşısında nə dayanıb? BC. Kiçik üçbucaqda qammanın qarşısında nə dayanıb? 8. Bəs böyük üçbucaqda qammanın qarşısında nə dayanıb? Açıq-aşkar nə olur? Açıq-aşkar görünür. Böyük üçbucaqda qammanın qarşısında 12 dayanıb. İndi bunu həll edirəm. Buradan 1 qalır. Buradan 2 qalır. Çarpı az vursam 2 dənə BC bərabərdir 12-yə. BC də bərabərdir 6-ya. Bu qədər sadə. Deməli, bu tərəfin uzunluğu nə qədərmiş? 6 imiş. Yəni, oxşarlıqla artıq bunu nə etmiş oldum? Həll eləmiş oldum. Bu da bu şəkildə mənə belə bir oxşarlıq da verə bilər. Başqa cür necə bir oxşarlıq verər? Deyər ki, tutaq ki, belə bir üçbucaq var. Belə bir üçbucaq var. Üçbucağa da baxdım. Planşet də yola verir adamı. Bura baxın. Deyirəm ki, bura bir A-dır. Bura bir B-dir, bura bir C-dir. Buradan bura bir AD çəkmişəm. Nə çəkmişəm? AD. Deyirəm ki, bura bir alfadır. Burada bir alfadır. Və BC-ni verib mənə tutaq ki, nə? BC-ni verib 24. Və DC-ni də verib 18. 18. Mənə deyir ki, AD-ni tapın. AD-ni tapın. Bilmirəm, AD bir X-dir. Bunu istəyir məndən. Lap yaxşı. Mən baxıram ki, yenə də bizim bu qamma ortaqdır. Hər iki üçbucaqda var. Böyük üçbucaqda da, bu üçbucaqda da. Onda belə çıxır ki, əgər burada bir desəm ki, betadır, bu alfa, gəl bu qammaya da bir, alfa nədir? Gəl bura bir qamma deyək. Bu alfa, qamma, bu üçbucaqda da alfa, qamma vardı ya. Bax, alfa, beta, qammadırsa, avtomatik mən deyəcəm ki, bu da ümumən nə olmalıdır? Böyük üçbucaqda. Nə olmalıdır? Ümumən birlikdə bir beta olmalıdır. Beta olmalıdır. Yəni, buranın özü bir betaçıq alfadır. Heç buna ehtiyac da yoxdur. Heç buna ehtiyac da yoxdur. Gəl, heç qurmayaq onu. Bura baxın. Oxşarlıq necə olacaq? Oxşarlıq necə olacaq? Götürürəm. İki bucaq artıq oxşar olduğuna görə birinci əlamət BB əlamətindən mən deyə bilərəm ki, bu üçbucaqlar oxşardır. Baxıram nəyə? Kiçik üçbucaqda alfanın qarşısında nə dayanıb? 18. Bəs böyük üçbucaqda alfanın qarşısında nə dayanıb? 24. Və baxıram nəyə? Kiçik üçbucaqda nə edəcəm?
Keçi üçbucaqda. Baxıram indi nəyə? Baxıram indi nəyə? BC-nin nəyə nisbəti olmalı idi? DC-yə nisbəti. Bəli. BC-nin DC-yə nisbəti. Qurdum. 18-in 24-ə nisbəti. 18-in 24-ə nisbəti. İndi digərində necə olacaq? Digərində belə olacaq. Digərində belə olacaq. X-ın, daha doğrusu X-ın yox. X-ın yox. BC-nin 24-ə nisbətidirsə, gəlin oxşarlığı quraq. Bir saniyə. Qoy bunu təzədən çəkək. Qoy bunu təzədən çəkək. Bu şəkildə. Təzədən çəkdik. Uşaqlar, mənə deyir ki, bucaqlar bərabərdirsə, onda aydın məsələdir ki, bu üç bucaqlar da oxşar üç bucaqlardır. İki bucaq, bucaq əlamətinə görə, birinci əlamətə görə. Ona görə mən yazmalıyam. BC-nin bax, bura axı mən bir beta demişdim. Onda burada ümumən bir beta olmalıdır. BC-nin nəyə nisbəti? BC-nin nəyə nisbəti? Kiçik üçbucaqda betanın qarşısında BC dayanıb. Bəs böyük üçbucaqda betanın qarşısında nə dayanıb? Böyük üçbucaqda betanın qarşısında nə dayanıb? Açıq-aşkar görünür də. Dayanıb məndə AC. Həmçinin alfada, kiçik üçbucaqda alfanın qarşısında nə dayanıb? 18. Bəs böyük üçbucaqda 24. Aydın məsələdir. Onda gəlin bunu həll eləyək. Kiçik üçbucaqda betanın qarşısında dayanan BC-dirsə 24-ün, böyük üçbucaqda da betanın qarşısında dayanan x-18-dir. Buna nisbəti 18-in də 24-ə nisbəti. Burada 3 qalır, burada bir 4 qalır. Yenə də burada bir 1 qalır, burada bir 8 qalır. Çarpaz vuranda x-18 bərabərdir. 8 vur 4-ə, yəni 32-yə. Onda x də bərabərdir 14-ə. Deməli, bu tərəfin də uzunluğu nə qədər imiş? 14 imiş. Bu qədər, belə deyək, sadə bir oxşarlıq yaza bilərik biz buna. Yəni, oxşarlıq bəzən uşaqların sevmədiyi bir şeydir. Çünki müəyyən qədər qarışıqlığı var, orada müəyyən şeyləri görmək lazımdır. Yaxşı, bəs oxşarlıqlar hansı formada verilə bilər bizə? Uşaqlar, oxşarlıqlar müxtəlif formada verilə bilər. Məsələn, bəzən kəpənək oxşarlıq verilir. Kəpənək oxşarlıq, bax bu şəkildə. Kəpənək oxşarlıqda necə olur? Deyirəm ki, suallar arasında bunu görəndə belə şoka düşməyəsiniz. Şoka düşməyəsiniz. Bura baxın. Qum saatına da bənzəyir bu. Mən bircə dənə burada nə verəcəm? Kəpənək oxşarlıqda verirəm ki, bura deyirəm bir A, bura deyirəm bir B, bura C, bura D, burada Y. Həmişə nəyi verəcəklər? DY-nin AC-yə paralel olduğunu. Onda bu bucaq bir alfadırsa, çarpaz olduğu üçün bu bucaqda bir alfadır. Məsələn, bura bir qammadırsa, çarpaz olduğu üçün burada nədir? Qammadır. Bunlar da qarşılıqlı bucaqlardır zaten. Bettadırsa burada nədir? Bettadır. Bitdi, getdi. Məsələn, mən artıq oxşarlığımı qurmuş oldum. Kiçik üçbucaqda bettanın qarşısında nə var? DY. Bəs böyük üçbucaqda nə var? AC. Kiçik üçbucaqda alfanın qarşısında nə var? DB. Böyük üçbucaqda nə var? BC. Kiçik üçbucaqda qammanın qarşısında nə var? YB. Və böyük üçbucaqda nə var qammanın qarşısında? AB. Bu şəkildə oxşarlığı qurub mən bunları həll etmiş ola bilərəm. Həll edərəm. Bu da bu şəkildə. İndi keçirik nəyə? Oxşarlığın bir variantı da adətən rast gəlinən variantlarından biri bax, paraleloqram daxilində olan oxşarlıqdır. Bu nümunələri deyirəm ki, siz çaşmayasınız. Bura baxın. Paraleloqram daxilində olan oxşarlıqlar. İndi bura baxın. Bu necə olacaq? Bura baxın, elə deyirəm, elə bir canlı dərs keçsin. İndi görəcəksiniz ki, bu necə olur.
Əziz şagirdlər. Deməli, belə eləyək. Deyirəm ki, bura bir A-dır. Bura bir B-dir, bura bir C-dir, bura bir D-dir. Biraz pis çəkdim. Bunu düzəldəcəm. İndi nə edirəm? Mən buradan bura belə bir düz xətt çəkirəm. Məsələn, Y, N. Buradan da belə bir düz xətt çəkirəm. F, M. Və qeyd edirəm ki, onda aydın məsələdir uşaqlar. Bu bucaq bir, tutaq ki, alfadırsa, burada nədir? Alfadır. Çünki daxili çarpazdır. Yenə də bura bir bettadırsa, burada nədir? Bir bettadır. Aydın məsələdir ki, bura qammadırsa, burada nədir? Qammadır. Yəni, baxın, əslində kəpənək üçbucaqlar gəldi bu paralelogramın daxilində alındı. Bu da bizim üçbucaqların oxşarlığının verilməsinin bir üsuludur. Başqa cürdə necə verilə bilər? Başqa cürdə əslində qum saatı bax bu şəkildə verilər. Məsələn, başqa bir qaydada bax belə verilər. Bax belə bu şəkildə verilə bilər bizə. Bu şəkildə veriləndə də yenə də bura bir A desəm, belə eləyək də. Bunu vuracaq. Bura bir A desəm, B desəm, C desəm, D desəm və Y desəm. Mən bircədən yazmalıyam ki, AB paraleldir nəyə? DY-yə. Bitdi, getdi. Onda yenə də oxşarlıq olanda aydın məsələdir. Bura 90 dərəcə desəm, bura tutaq ki, qammadırsa, burada qarşılıqlı bucaq olduğu üçün qammadır. Onda burada bir alfa olsa, avtomatik burada nə olacaq? Alfa olacaq. Yenə də öz oxşarlığımı buradan qurmuş olacağım. Yəni, qammanın qarşısında olan tərəf kiçikdə AB-dir, böyükdə DY-dir. Alfanın qarşısında olan tərəf kiçikdə AC-dir, böyükdə CD-dir. Həmçinin 90-ın qarşısında burada BC-dir, burada da CY-dir. Bitdi, getdi. Bu da mənim oxşarlığımın başqa bir variantı kimi verilə bilər. Bu da öz yerində. Bu da çox asan. İndi keçək növbətiyə. Görək növbətdə nə deyilir. Keçək növbəti qaydamıza, baxaq qeydlərimizə. Görək qeydlərdə nə var. Oxşarlıqda vacib olan hissələrdən biri də bu idi. Çox tez-tez belə deyək. Rastımıza çıxır. Bax bu şəkildə olan bir oxşarlıq var bizdə. Belə bir, tutaq ki, belə bir, məsələn, düz xətt çəkirəm buradan. Birini bunu belə çəkirəm, məsələn, 80 dərəcə altında. Biraz gəl bunu balaca çəkək, böyük çəkək, fərq eləməz. Bunu da biraz balaca çəkək, eyni bucaq altında. Buradan bura belə bir xətt çəkirəm, birləşdirirəm. Buradan burada belə bir xətt çəkirəm. Adətən bu düşür. Deyir ki, mənə bunun uzunluğunu tapın. Bax, bunun uzunluğunu tapın. Gəl belə deyək ki, A deyək, B deyək, C deyək, D deyək, M deyək, N deyək. Bax, bunların AB-nin M-nə, M-nin də CD-yə paralel olduğunu verir. Üçünün bir-birinə paralel olduğunu verir. Onda qayda necədir? Konkret olaraq qaydanı deyəcəm sizə. Gəl, bura bir deyək, bir A. Bura deyək, bir B, bura deyək, bir C. Bu şəkildədir. 1 böl A üzərinə gəlinsin. 1 böl B bərabərdir 1 bölünsün C-yə. Bu da oxşarlığın bir qaydasıdır.
Bitdi getdi. Bu da oldu bu şəkildə. Üçbucaqların oxşarlığı ilə bağlı vacib qaydalardan biri də bu idi. Başqa oxşarlıqla bağlı Fales teoremindən yəqin ki, hər birimiz istifadə edə bilirik və oxşarlıqla bağlı sahələrlə əlaqəli bir qayda var idi ki, o da elə Fales teoremindən gəlir. Fales teoremindən gəlir. O da necə olur? Tutaq ki, mən belə bir üçbucaq çəkdim. Bunu bu şəkildə bölürəm. Bu şəkildə bölürəm. Bərabər olan, tutaq ki, parçalarla bölürəm. Məsələn, A-dır, 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 A-dır. Bu da B-dir, 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 B-dir. Onda sahələr necə bölünür? S, 3S, 5S, 7S şəklində nə olmalıdır? Sahələr bölünməlidir. Sahələr bölünməlidir. Aydındırmı? Bu da oldu bizim üçbucağın oxşarlığı ilə bağlı olan qaydamız. Üçbucağın oxşarlığı ilə olan qaydamız və bir dənəsi də ola bilər. Oxşarlıq bu tip ən məşhur düşənlərdən biri. Səhv eləmirəmsə, elə biri mənim qəbul imtahanıma düşmüşdü. Bax, bu da bu şəkildə. Belə bir qaydası var. Gəlin də buradan belə çəkək. Biraz balaca bir üçbucaq çevirə. Aha. Deməli, bunların hər ikisinə bir dənə belə bir toxunan çəkirəm. Belə bir toxunan çəkirəm. Hər ikisinə bir dənə bu şəkildə. Tutaq ki, bu da buna toxundu, bilmirəm indi. Və burada bir O nöqtəsi qoyuram. Burada da bir O1 nöqtəsi qoyuram. Buradan belə bir radius çəksəm, bu bura perpendikulyardır. Bu da bura perpendikulyardır. Mənə deyir ki, indi tutaq ki, uşaqlar, bu da buradan getdi, belə birləşdi. Burada bir A deyək, B deyək, C deyək. Mən burada iki dənə oxşar üçbucaq görürəm. İki dənə oxşar üçbucaq. Biri budur. Üçbucaq A, O, B oxşardır. Üçbucaq A, O1, C-yə. İndi necə qurmalıydım? A-onun A-O1-ə nisbəti, O-B-nin O1-C-yə nisbəti, A-B-nin A-C-yə nisbəti. Bu da oldu bizim oxşarlığımızın bir qaydası. Bu da bu şəkildə. Bu da oldu bizim oxşarlığımla bağlı, üçbucaqla bağlı olan qaydalar. Oxşarlığı başqa fiqurlarda da verə bilər. Amma bir vacib hissə var. Bəzi, belə deyək, çoxbucaqlıların, daha doğrusu çox üzlülərin oxşarlığında belə bir qayda var ki, həcmlər məsələsi. Həcmlər məsələsi çox önəmlidir. Yəni, tutaq ki, iki dənə kub verilib, onların həcmləri necə olacaq? Tərəflərinin nisbəti A1-in A2-yə nisbətinin kubu V1-in V2-yə olan nisbətinə bərabərdir. Artıq burada nədən danışılır? Kubdan danışılır. Bu da oldu bizim oxşarlıqla bağlı olan üçbucağın qaydaları. İndi keçirik nəyə? Simmetriyaya. Simmetriya nədir? Simmetriya budur. Simmetriya budur. Əvvəlcə bəzi fiqurların simmetriya mərkəzindən danışaq. Məsələn, çevrənin simmetriya mərkəzi onun diametridir. Məsələn, bir çevrə çəkirəm. Onun simmetriya mərkəzi bir diametrdir. Nə qədər simmetriya mərkəzi var? Sonsuz sayda onun nəyi var? Belə deyək, simmetriya oxu var. Sonsuz sayda. İstəsən belə çək, doldura bilərsən. Həmçinin, keçirik nəyə? Düzbucaqlının simmetriya mərkəzi. Düzbucaqlının simmetriya mərkəzində də bax belə. Diaqonalların kəsişmə nöqtəsindən keçən iki dənə düz xəttlər bir-birinə perpendikulyar olmaqla bunlar adlanır düzbucaqlının simmetriya oxları. Kvadratın simmetriya oxları da bunlardır. Kvadratın simmetriya oxları əslində düzbucaqlıda iki dənədir. Kvadratda neçə dənədir? Tutaq ki, biri bu diaqonaldır. Zaten düzgün fiqur olduğu üçün problem olmur. Biri bu diaqonaldır. Biri bu diaqonaldır kvadratda simmetriya oxu. Biri budur, biri də budur. Yəni 4 dənə bunun simmetriya oxu var. Üçbucağın simmetriya oxu 2 dənədir. Daha doğrusu 1 dənədir. Üçbucağın simmetriya oxu 1 dənədir. Bərabər yanlı üçbucaq çəkirəm.
Bərabər yanlı üçbucaqda məsələn bir dənədir simmetri oxu. Bərabər yanlıda. Amma yalnız bərabər yanlıda uşaqlar. Çünki niyə görə? Bərabər yanlı olduğu üçün ortasından keçməklə onu yarıya bölə bilir. Yarıya bölə bilir. Amma bərabər tərəfli üçbucaqda neçə dənə olmalıdır? Bərabər tərəfli üçbucaqda olacaq artıq 3 dənə. Çünki fiqur düzgün bir fiqurdur. Başa düşdünüzmü? Fiqur düzgün bir fiqurdur. Ona görə də mən deyirəm ki, buna nə? Simmetriya oxlarının sayının 3 dənə olduğunu. Bu da belə. Sonra uşaqlar simmetriya oxlarından yadda saxlayın. Düz xəttin çox vacibdir. Vacib. Düz xəttin istənilən nöqtəsi onun simmetriya oxudur. Çünki düz xəttin konkret uzunluğu yoxdur. Şüanın ümumiyyətlə simmetriya mərkəzi yoxdur. Çünki başlanğıcını bilirik, sonunu bilmirik deyə onun orta nöqtəsini tapa bilmirik. Parçanın simmetriya mərkəzi onun ortasıdır. Çünki parçanın simmetriya mərkəzi artıq aydın məsələdir. Məsələn, verilir belə, tutaq ki, bura bir A nöqtəsidir, x1, y1, burada bir B nöqtəsidir, x2, y2. Aha. Bu ikisinin orta nöqtəsini tapmaq mənim üçün asandır. Onda bunun ortası bunların simmetriya mərkəzi sayılır. İndi başlayaq bir-bir qaydaları yazmağa. Parçanın orta nöqtələrinin danışa bilmədimi koordinatını tapaq. Məsələn, A, x1, y1, B, x2, y2. Orta nöqtənin koordinatını deyirəm, tapanda nə edəcəm? x1 ilə x2-ni toplayıb 2-yə bölürəm. y1 ilə də y2-ni toplayıb neçəyə bölürəm? 2-yə bölürəm. Orta nöqtənin koordinatlarını tapmaq üçün. Başa düşdünüzmü? Bu da bu şəkildə. Hər birini toplayıb tapmaqla mən nə edəcəm? Orta nöqtənin koordinatlarını tapmış olacağım. Orta nöqtənin koordinatlarını tapmaq bizim üçün elə çətin bir iş deyil. İndi müəllim 3 dənə olsaydı, məsələn x, y, z olsaydı, onda bura bir z də əlavə edəcəkdim. Z1 ilə z2-ni toplayıb 2-yə nə edəcəkdik? Böləcəkdik. Bu da belə. Z1 ilə z2-ni toplayıb 2-yə böləcəkdik. İndi keçirik nəyə? Nöqtənin uşaqlar simmetriyaları hər il düşür. Hər il. Vacib. Qeyd edirik, diqqətli oluruq. Məsələn, deyirəm ki, birinci nə deyirəm? A nöqtəsi, XY nöqtəsi OX oxuna nəzərən simmetrik olur. Onda hansının adı çəkilir? X. Onu dəyişmirik. X qalır, digəri dəyişir. İkinci, AXY nöqtəsi OY-ə nəzərən simmetrikdir. Keçir bir A' nöqtəsinə. Yenə də hansının adı çəkilir? Y-in. Onu dəyişmirik. Digərini əksinə nə edirik? Dəyişirik. Üçüncü, AXY nöqtəsi koordinat başlanğıcına nəzərən simmetrikdir. Onda hər ikisini nə edirik? Əksinə dəyişirik. Hər ikisini əksinə dəyişirik. Məsələn, burada A3, 4 OX-a nəzərən simmetriyadırsa olacaq A3 -4. Burada da A3, 4 OY-ə nəzərən simmetrik olduğu üçün OY-ə nəzərən. Onda olacaq A Y qalır, 4 qalır, -3 kimi olacaq. Burada isə əksinə A3, 4 olacaq A -3, -4. Yəni tam əksinə dəyişəcək. İndi keçirəm nəyə? Absisə nəzərən simmetriyan dedik, ordinata nəzərən simmetriyan dedik. Bu da aydın məsələdir. İndi keçirik. Deməli, tutaq ki, nöqtə XY düz xəttinə nəzərən simmetrikdir. A nöqtəsi, XY nöqtəsi elə XY x bərabərdir y düz xəttinə nəzərən simmetrikdir. Və ya fərq etməz, y bərabərdir x olsun. Yəni nə fərq var ki, eyni şeydir. Yəni. Onda nə edirəm? Yadda saxlayın.
onda A' nöqtəsində Y ilə X yerlərini dəyişir. Bu necə olur? Necə baş verir? Tutaq ki, mən belə bir düzbucaqlı koordinat sistemi çəkirəm. Belə bir koordinat sistemi. Lap yaxşı. X, Y düz xətti artıq məlum məsələdir, hansıdırsa. Bu X, Y düz xəttidir. X bərabərdir Y düz xətti. Nöqtə buradaydısa, tutaq ki, X, Y nöqtəsi. Bu tərəfə keçir. Simmetriya nə deməkdir? Simmetriya o deməkdir ki, bu nöqtə olur Y, X nöqtəsi. Buradan bura qədər olan məsafə ilə, bax bura ilə, bura qədər olan məsafə eyni olmalıdır. Bax, bu adlanır bizim simmetriyamız. Məsələn, qayda deyirəm ki, A1-3 nöqtəsi X bərabərdir Y və ya Y bərabərdir X düz xəttinə nəzərən hansı nöqtəyə çevrilməlidir? Onda A' 3-1 nöqtəsinə nə edir? Çevrilir. 3-1 nöqtəsinə. Başa düşdünüzmü? Hə, müəllim, indi Y bərabərdir X yox, X bərabərdir mənfi Y-ə nəzərən necə çevriləcək və ya fərq eləməz. Y bərabərdir mənfi X-ə nəzərən necə çevrilir? Bax, həm koordinatları dəyişirəm. Nəyi dəyişirəm? Həm koordinatları dəyişirəm. Məsələn, 3 keçdi qabağa, 1 də keçdi qabağa. Və həm də işarələrini əksinə nə edirəm? Dəyişmiş oluram. Həm koordinatları, həm də işarələri əksinə dəyişmiş oluram. Bu da olur mənim simmetriyam. Bu da belə. İndi keçirəm nəyə? Tutaq ki, AXY nöqtəsi Y bərabərdir B düz xəttinə nəzərən simmetrikdir. B-yə nəzərən. Onda qayda belədir. Əgər mən Y ilə vermişəmsə, nə edəcəm? Keçir bir A' nöqtəsinə. X olduğu kimi qalır. X-a dəymirəm. Bu B-ni 2-yə vururam, ondan Y-i çıxıram. Tutaq ki, deyirəm ki, A 3-4 nöqtəsi Y bərabərdir 2 düz xəttinə nəzərən hansı nöqtəyə keçir? Çox asan. A ştrix olur, 3 olduğu kimi qalır. Bu 2-ni vururam 2-yə, 2 vur 2 və bu 4-ü ondan çıxacam. Deməli, keçdi bu A ştrix 3 0 nöqtəsinə. Başa düşdünüzmü? Bu da belə. Müəllim, Y bərabərdir B-yə görə yox. B bərabərdir Y-ə keçilsə necə olacaq? Məsələn, A, X, Y keçir. Daha doğrusu, X bərabərdir B-yə keçsə necə eləyəcəm? Onda A ştrix olacaq. 2-yə vuracam B-yə. Burada X yazıldığı üçün X-in koordinatını ondan çıxacam. Və Y olacaq. Məsələn, deyirəm ki, A, 2, 3 nöqtəsi X bərabərdir 1-ə nəzərən nə olacaq? Gəl 2, 3 deməyək, gəl bunu dəyişək. Bunu pis ədəd alınacaq. 0 alınacaq pis ədəd dediyim. Qoy bunu 4 eləyək. Olacaq A ştrix 2 vur 1 çıx 4, burada da 3. Onda belə olacaq. A ştrix mənfi 2, 3 nöqtəsinə keçmiş olacaqdır. Mənfi 2, 3 nöqtəsinə keçmiş olacaqdır. Bitdi, getdi. Bu qədər asan. İndi baxıram nəyə? İndi müstəvi üçün olan çevrilmələrdən danışaq. Gəlin baxaq. Deyirəm ki, A, X, Y, Z. O X-ə nəzərən simmetrikdir. O X-ə nəzərən simmetrik. O X-ə nəzərən simmetrik olanda bunu nə edəcəm? Yenə də dəymirəm. Bax, müstəvidə düz xəttdən gedəndə söhbət hansının adı çəkilir, ona dəymirəm. Adı çəkilməyənləri əksinə dəyişirəm. Məsələn, deyirəm ki, A 1, 2, 4 nöqtəsidir. O X-ə nəzərən simmetrikdirsə,
A'-1 qalacaq. -2, -4 nöqtəsinə keçmiş olacaq. Bu biri. İkinci. AX, Y, Z OY-ə nəzərən simmetrikdir. OY-ə nəzərən də yenə də A' olur. -x, -x olur. Y adı çəkildiyi üçün olduğu kimi qalır və -z olur. Həmçinin Z-də də eyni şeydir. Məsələn, aplikat, biz Z-ə nə deyirik? Z aplikat oxud da. Bu şəkildə yerləşən müstəvidən gedir söhbət. Otağın küncü kimi düşünsək, bax bundan gedir. Bura X-dir, bura Y olsun, bura Z olsun, burada bir bizim nəyimiz olsun? X-imiz olsun. Bax, bu adlanır aplikat. Bu aplikat, bu adlanır ordinat, bu da adlanır da absis. Başa düşdünüz? Aplikata nəzərən simmetrik olanda artıq yenə də nə olacaq? Üçüncüdə A, X, Y, Z. Nəyə nəzərən? O, Z-ə nəzərən simmetrik olanda nə edirəm? X ilə Y əksinə dəyişir. Z olduğu kimi qalır. Bitdi, getdi. Hə, iş necədir? Bax, bu düz xətlərə nəzərən simmetriyada vacib, yatanlar oyansın. Düz xətlərə nəzərən simmetriyada, belə deyək ki, məsələ bu şəkildədir ki, düz xətlərə nəzərən simmetriyada hansının ki adı çəkilirdi, Z-in məsələn adı çəkildi, Z dəyişmirdi. İndi bu üçlü olanda artıq Descartes koordinat sistemi fəza üçün olanda müstəvidə artıq necədir? Məsələn, A, X, Y, Z. Deyirəm ki, O, X, Y müstəviyə nəzərən, müstəvi. Artıq bu necədir? Mən nəyin adı çəkilir? O, X, Y, düzdürmü? Onda nə edəcəm? Diqqət edin. Nə edəcəm? Yenə də X, Y dəymirəm. Nəyin adını çəkməmişəm? Bir dənə Z-in. Onun işarəsinin əksinə nə edəcəm? Müstəvidə dəyişəcəm. Bir dənə onun işarəsini dəyişəcəm. Məsələn, deyirəm ki, A, X, Y, Z. O, Y, Z-ə nəzərən simmetri olsun. Müstəviyə nəzərən. Yenə də nə edəcəm? X, Y, Z deyil. Müstəviyə nəzərən simmetriya dediyi üçün hansının adını çəkməmişəmsə onu dəyişirəm. Olur A', -x, Y, Z. X-in adını dəyişməmişdim. Onu nə etdim? Dəyişdim. Yəni, simmetriyada hansı oxun adı çəkilirsə, onlar olduğu kimi qalır. Adı çəkilməyən dəyişir. Bitdi, getdi. Bu da bu şəkildə. Bu qədər sadə. Bu da oldu bizim mövzumuzun izahı.